Rusiya iqtisadiyyatı 2026-cı ildə struktur balansızlıqlar və əsas sənaye sektorlarında azalma səbəbindən ciddi qeyri-sabitlik əlamətləri göstərir. Ekspertlərin qiymətləndirmələrinə görə Rusiyada ümumdaxili məhsulun uzunmüddətli azalma riskləri olduqca yüksəkdir. 2026-cı ilin birinci rübünün yekunlarına görə iqtisadiyyat 2023-cü ildən bəri ilk dəfə olaraq geriləmə göstərəcək. Bu geriləmənin aradan qaldırıla bilən xarici şok olmadığı, tədricən hər tərəfdən təzyiq göstərməyə başlayan yığılmış problemlərin təsiri olduğu bildirilir. Həqiqətən də vəziyyət gərgindir. Prezidentin sədrliyi ilə keçirilən hökumət üzvləri ilə son müşavirədə ölkədə ümumdaxili məhsulun azaldığı qeyd edildi. İlin ilk rübündəki neft-qaz gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, o zaman 45% azalma görərik. Neftin orta qiyməti də 2026-cı ilin büdcəsində qeyd olunandan çox aşağı olub. Büdcədə qiymət 59 dollar götürülüb. Ötən ilin dekabr ayında Rusiya nefti 39 dollara satılıb. Fərqi görürsünüz. Digər problem isə Mərkəzi Bankın yüksək uçot dərəcəsidir. Bu əlbəttə ki, biznesə mənfi təsir edir. Ekspertlərin fikrincə, Mərkəzi Bankdan qeyri-mümkün olanı etməsi gözlənilir. Biznes faiz dərəcəsinin aşağı salınmasını tələb edir, lakin Mərkəzi Bank hesab edir ki, bunu sürətli etmək qiymət artımının yeni mərhələsinə gətirib çıxaracaq. Vəziyyətin müdaxilə tələb etdiyinə dair siqnal artıq Kremldə də eşidilib. Prezident Putin son müşavirədə bu ilin yanvar-fevral aylarında ümumdaxili məhsulun 1,8% azaldığını bildirib. Prezident hökumətdən makroiqtisadi göstəricilərin gözləntilərdən niyə geri qalması barədə izahat tələb edib. İndi vəziyyət o yerə çatıb ki, ölkə ümidini Hörmüz boğazı ətrafındakı gərginliyə bağlayıb. Martda Hörmüz boğazının bağlanması səbəbindən neftin qiyməti kəskin bahalaşıb və Rusiya büdcəsində qeyd olunan qiymətdən daha çox olub. Martda Rusiya neftinin orta qiyməti 77 dollardan yuxarı olub. Mart qiymətləri aprel ayı üçün neft-qaz vergilərini formalaşdırdığından Maliyyə Nazirliyi gəlirlərini bərpa edə biləcək. Biz hələ bilmirik ki, Hörmüz boğazı nə qədər bağlı qalacaq. Düşünürəm ki, Hörmüz boğazı açılsa da neft qiymətləri uzun müddət yüksək qalacaq. Çünki hazırda yaxın şərq nefti bazarda yoxdur. Dünya strateji ehtiyatlarını istifadə edir. Rusiyada iqtisadiyyata cavabdeh olan məmurlar açıq şəkildə bildirir ki, iqtisadiyyatın əvvəlki artım hərəkət verici qüvvəsi tükənib. Güclü rubl, bahalı kreditlər, işçi qüvvəsi çatışmazlığı və büdcə məhdudiyyətləri. Bu kombinasiyada iqtisadiyyat güc ehtiyatını itirir. Mərkəzi Bankın sədri Elvira Nabiulyana deyib ki, Rusiya iqtisadiyyatı ilk dəfə olaraq real işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Kommunist fraksiyasının lideri Gennadi Zyuganov isə ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu vurğulayıb. O, hökumət tədbirlər görməzsə 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib. Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı məlumatlar da yayılıb. Kreml isə ictimaiyyəti belə xəbərlərə inanmamağa çağırıb. Bununla belə iqtisadiyyatı əsasən neft-qaz gəlirləri hesabına formalaşan Rusiyada Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC Plus'dan çıxması qərarı həyəcanla qarşılanıb. Ekspertlər hesab edirlər ki, Ərəb Əmirliklərinin məlum qərarı uzunmüddətli müharibə nəticəsində onsuz da zəifləmiş Rusiyanın maliyyə sabitliyini sarsıdacaq. Hazırda dünya enerji bazarındakı vəziyyət Moskva üçün əlverişli görünsə də, bu tendensiyanın müvəqqəti olduğu bildirilir. Qeyd olunur ki, Hörmüz boğazındakı vəziyyət normallaşan kimi Rusiya qlobal bazarda ən təsirli oyunculardan birinin artıq kvota ötəlikləri ilə bağlı olmadığı yeni bir reallıqla qarşılaşacaq və dünyada neft qiymətlərinə əsas təsir rıçağını itirəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.